Hörmətli həmkarlar, bugün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasını keçirdirik. Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdi və verilən tapşırıqlara əsasən rəqəmsal inkişaf üzrə fəaliyyət planı təsdiqlənmişdir. Qarşıdakı 3 il üçün rəqəmsallaşma, süni intellekt, kiber təhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret yol xəritəsi müəyyən edilmişdir. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, vaid yanaşma formalaşdırmaq və qəbul olunan nəticələrin vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda ölkə iqtisadiyyatına güclü təkan vermək, yeni müasir innovasiya ekosisteminin yaradılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarə etmə sisteminin yaradılmasıdır. Süni intellekt artıq gələcəyin deyil, bugünün əsas inkişaf amilidir. Eyni zamanda süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sir deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu öz növbəsində həm yeni imkanlar, eyni zamanda yeni təhlükələr yaradır. Biz yeni çağırışlara xüsusilə kiber təhlükəsizliyi və informasiya təhlükəsizliyi sahəsində yaranan risklərə hazır olmalıyıq. Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillə qəbul olunmalıdır. Bugünkü iclasda müşavirədən keçən son aylar ərzində aparılan işlər, əldə edilən nəticələr haqqında Rəşad Nəbiyev məruzə edəcək. Qanunvericilik islahatlar paketini Şahmar Mövsümov təqdim edəcək və əlbəttə yüksək texnologiyalar, süni intellekt bu sahələrdən danışanda təhsilin rolu əvəz olunmazdır və təhsil sahəsində olan təşəbbüslər haqqında Emin Amrullayev bugün məlumat verəcək. Eyni zamanda bugün növbəti addımları, yəni gələcəkdə nəzərdə tutulan addımları da müzakirə edəcəyik. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planının icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə birinci vitse-prezidentə məlumat verdi. Qeyd etdi ki, fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kiber təhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Rəqəmsallaşma istiqamətində görülən işlərə toxunan nazir 40 dövlət qurumu ilə yol xəritələrinin hazırlandığını, onlardan 13-ünün artıq təsdiqləndiyini və ya təsdiq mərhələsində olduğunu dedi. Rəşad Nəbiyev milli məlumat hövzəsinin yaradılması barədə məlumat verdi. Dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğuladı. MyGov platformasının xidmət dairəsinin genişləndirildiyini, son 3 ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir, artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha 7 dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirdi.
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, MyGov və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini dedi. Rəşad Nəbiyev innovasiya ekosisteminin inkişafı məsələlərinə toxundu. Texnoloji suverenliyi gücləndirən sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirmək məqsədi ilə Azərbaycan dayanıqlılıq klasterinin yaradılmasına başlanıldığını vurğuladı və kiber təhlükəsizlik sahəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid Milli Kiber Təhlükəsizlik platformasının qurulması istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov rəqəmsal sahədə qanunvericiliyi üzrə islahatlar barədə birinci vitse-prezidentə məlumat verdi. Şahmar Mövsümov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Dövlətimizin başçısının bu ilin fevralında imzaladığı fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradıldığını və Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planının təsdiqləndiyini xatırladan Şahmar Mövsümov, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatların hazırlandığını dedi. Vurğuladı ki, bu postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür. Şahmar Mövsümov islahatın əhatə etdiyi sahələrə toxunaraq bildirdi ki, bunlar hüquqi müəyyənliyin təmini, rəqabət qabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kiber təhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsidir. Prezidentin köməkçisi bu islahatların mühüm cəhətlərindən biri kimi onların dünya təcrübəsinə əsaslandığını dedi. Dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini qeyd etdi. Elm və Təhsil Naziri Emin Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə birinci vitse-prezidentə məlumat verdi. Nazir təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, rəqəmsal məktəb layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxundu. Növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu dedi. Emin Əmrullayev həmçinin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən rəqəmsal bacarıqlar, STEAM Azərbaycan layihələrini qeyd etdi. Bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğuladı. İclas müzakirələrlə davam etdirildi.